Salam değerli izləyicilər, Qarabağın baş məşqçisi Qurban Qurbanovun məvacibi açıqlanır. Qeyd olunur ki, Qarabağ Çempionlar Liqasının ilk 2 turundan sonra Real Madrid, Bayern Münhen, Paris Saint-Germain, Inter və Arsenal klubları ilə turnir cədvəlinin zirvəsini bölüşür və sözü gedən digər komandaların baş məşqçilərinin həmçinin Qurban Qurbanovun məvacibini diqqətinizə çatdırıram. Deməli, Bayernin baş məşqçisi Vincent Kompany'nin illik məvacibi 7 milyon avrodur. Realın baş məşqçisi Xabi Alonso da təxminən eyni miqdarda məvacib alır. PSG-nin çalışdırıcısı Luis Enrique illik 11,8 milyon gəlir deməli əldə edir. Interin baş məşqçisi Christian Kivu isə ilinə 2 milyon avro alır. Arsenalın çalışdırıcısı Mikel Arteta isə müqaviləyə görə London klubundakı işinə görə ildə 17,76 milyon avro qazanır. Qurban Qurbanov isə son məlumatlara görə Qarabağdakı işinə görə ayda 50 min avro, təxminən bir il ərzində 1,2 milyon manat, 1 milyon 200 min AZN məvacib alır.